Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün şəkil üsulu çox ləzzətli göy qutabının hazırlama qaydasını paylaşacağım. Əvvəlcə göyərtiləri gördüyünüz kimi çeşni, şüyüd, kəvər, spanaq bütün göyərtilərdən tökürəm. Göyərtiləri yaxşıca yuyuram, daha sonra isə doğrayıram. Mövsümə uyğun olaraq müxtəlif göyərtilər olur. Cincilim, cincar və başqa göyərtilərdən də istifadə etmək olar. Gördüyünüz kimi orta qaydada doğrayıram. Daha sonra isə xəmiri yoğururam. Onun içərisinə duz, eləcə də biraz quru maya tökürəm. Quru maya tökəndə qutab yumşaq alınır. Qarışdırıram. Üzərinə isə soyuq su əlavə edib bərk xəmir yoğururam. Qutabın xəmirini bərk yoğurmaq lazımdır ki, tərkibində duruş olduğu üçün qaldıqca yumşalır. Xəmiri 5-10 dəqiqə gözlədirəm. Daha sonra isə təzgahın üzərini unlayıb xəmiri kündələyirəm. İndi isə göyərtini hazırlayıram. Göyərtidən bir hissə götürüb ayrıca bir qabın içərisinə tökürəm. Üzərinə zövqə görə turşu, eləcə də duz töküb qarışdırıram. İndi isə ilk kündələdiyim xəmirdən başlayıb yayıram. Qutab xəmirini çox da nazik yaymıram. Baxın, gördüyünüz bu qayda ilə kündələrin hamısını yayıram. Daha sonra yuxanın üzərinə hazırladığım göyərtini əlavə edirəm. Yarı hissəsinə töküb beləcə yayıram. Xəmirin digər hissəsini də üzərinə qatlayıb kənarlarını kəsirəm. Digər yuxaları da bu qayda ilə hazırladım. Tavanı ocağın üzərinə qızmağa qoyuram.
Tava qızdıqdan sonra hazırladığım qutabları tavanın içərisinə yerləşdirib o üz bu üz çevirərək bişirirəm. Bişirdiyim qutabı isti-isti boşqabın içərisinə qoyuram. Üzərinə isə çərəyağı çəkirəm. Mən ərinməmiş yağdan istifadə etdim. Siz zövqə görə ərinmiş yağ da üzərinə çəkə bilərsiniz. Daha sonra isə yeyirsiniz. Əziz xanımlar, əgər siz də mənim bu üsulumu kanalıma bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun.